Norveçdə ən xoşuma gələn nəqliyyat növlərindən biri deməli gəmi ilə bu sahildən haradasa qabaqdakı sahilə keçmək üçün nəqliyyat vasitəsi. Maşını saxlayandan sonra belə bir gözləmə yeri. Gəlmiş. Belə bir restoranı. Yəni gəminin kiçik maketidir. Hal-hazırda olduğum gəminin kiçik maketi. Hər bir şəraiti, kofe. Burada restoranı. İnsanlar üçün. Burada uşaq otağı da olmalıdır. Uşaq otağı. Burada gəminin ön tərəfi yox, arxa tərəfidir yəqin ki. Deməli, yavaş-yavaş doldu. Birazdan tərpənəcək. Bu çıxandan sonra ikincisi gəlir. Dayanır. Tam doldurandan sonra yer dəyiş eləmək. Bu da dənizdə ördəklər. Bağlanma prosesini də görsədim. Bağlandı, gəmi tərpəndi.